Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve bari'il halâikil ecma'in. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Habibi ilahil alemin ve tabibi nüfusina Ebil Qasim Muhammed. Allahümme salli ala Muhammed ve alihi tayyibine tahirinel muntecebin ve la'nud daime ala a'daihim ecma'in minel ana ila qiyami yevmiddin. Amma ba'd. Kâle Allahu Teala fi kitabihil kerim. Bismillahirrahmanirrahim. Ve vassaynal insane bi valideyhi hamelethu ummuhu vahnen ala vahn ve fisaluhu fi amayn en işkur li ve li valideyke ileyyel masir. Sadakallahul aliyyul azim. Eyyuhel mu'minun usikum ve nefsi bi tekvallah. Aziz müminler, sizleri ve özümü ilahi tekvaya davet edirəm. Allah Teala bizleri tekva ehlinden karar versin inşallah. Bu mübarek Şaban ayının mübarek cümə günündə Allah-u Teala özümüzün, valideynlərimizin, mümin-i müminatın günahlarımızı bağışlamaqla bize mübarek karar versin bugün inşallah. Əziz müminlər, bugünkü xütbənin birinci mövzusu valideyn haqqı, valideynə ehtiram ve valideyn-övlad münasibətləri barəsində olacaq. Allah-u Teala'nın bizlərə buyurduqlarını Kur'an-ı Kerim'dən ve əziz Peygamberimizin ve onun pak əhli beytindən olan hədis-i şərifləri inşallah diqqətə çatdırmaqla bu barədə bildiklərimizi xatırlayaq, yada salaq və Allah Teala bizi valideyn haqqını əda eləyib, ödəyib, onların haqqını üzerimizde hiss eləyib, məsuliyyətini hiss edərək yaşamağı nəsib eləsin inşallah. Kur'an-ı Kerim'de Allah Teala valideyn barəsində bir neçə ayrı-ayrı surələrdə öz bəyanlarını, hökmlərini bizlərə, müsəlmanlara, bəşər övladına çatdırmışdır. Bunlardan Bəqərə surəsinin 83-cü ayəsi, Nisa surəsi, Ən'am surəsi, İsra surəsi, Loğman surəsi və digər surələrdə Allah-u Teala bu barədə bizləri xəbərdar eləmişdir ki, valideyn haqqını gözləmək haqqında bizləri xəbərdar edib ki, o haqqları, valideynlərimizin haqqını əda edək və onların haqqı üzərimizdə olaraq onları əda etməmiş bu dünyadan köçməyək. Onu da bilək ki, valideynlərimiz sağ olduqda da onların haqqı üzərimizdədir. Ancaq onlar, Allah bütün dünyasını dəyişən valideynlərə rəhmət eləsin, dünyaların dəyişsələr belə yenə də onların haqqı üzərimizdədir. Ta ki, nə qədər bizim nəfəsimiz üzərimizdədir, nə qədər həyatlıyıq, valideynlərin haqqı üzerimizdən götürülməz. Dünyaların dəyişsələr də onlar haqqında dua eləmək, onların haqqında sədəqə vermək, onlar üçün Allah Teala'dan bağışlanma istəmək və digər əməllərlə onların haqqını ödəməyə çalışmamız lazımdır. Kur'an-ı Kerim'də Allah Teala'nın buyurduğu əmirlərdən biri haqqında Allah-u Teala bayaq oxuduğum ayət-i kərimədə Loğman surəsinin 14-cü ayəsində buyurduğu kimi biz insana, ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Yəni tövsiyə edirik ki, ata-anasına yaxşılıq eləsin. Və yaxud İsra surəsində buyurduğu kimi Bismillahirrahmanirrahim və qada rabbuka alla ta'budu illa iyyahu və bil valideyni ihsana. Biz hökm etdik, sənin Rəbbin hökm etdi, qəti qərar qəbul etdi ki, Allah Teala'dan başqa bir ilah tanımayacaqsan, yəni bir ilaha tapınmayacaqsan, ibadət etməyəcəksən, bu bir.
İkincisi, yani birincisi, ayənin birinci hissəsi tövhid ayəsidir. Allah Taala'nın vəhdaniyyətini qəbul etmək bəndənin üzərində haqq olduğunu bəyan edir Allah Taala. İkinci haqq olaraq valideynin haqqını bəyan edir. Birinci, Allah öz haqqını bəyan edir. Əllə ta'budu illə iyyahu, özündən başqa, yəni Allah Taala'dan başqasına ibadət etməyəcəksən. İkincisi isə və bil valideyni ihsana, valideynə yaxşılıq edəcəksən. Ona görə bir bəndə öz yanında, öz gözünün qarşısında olan, dünyaya gətirilməsinə səbəbkar olan valideynin xidmətində dayana bilirsə, onun haqqını ödəyə bilirsə, o inşallah Allah Taala'nı da, tövhidini Allah Taala'nı da yaxşı tanıya bilər. Yox, valideynin yaxşılıq edə bilmirsə, öz valideyninə ehtiram göstərə bilmirsə, onun haqqını ödəyə bilmirsə, o yaradanın gözü ilə görmədiyi xaliqinə necə haqqını ödəyəcək sual altındadır. Ona görə ilk növbədə biz bəndələrin üzərimizdə düşən vəzifəmiz valideyn xidmətində dayanmağı bacarmaqdır. Onların xidmətində nə qədər gücümüz varsa, nə qədər nəfəsimiz üzərimizdədirsə, onların haqqını ödəməyə çalışmamız lazımdır. Hz. Peyğəmbərimizdən soruşdular bir gün ki, birindən soruşdu Hz. Peyğəmbərimiz, həlləkə min ummin, dedi ki, sənin anan varmı? Dedi ki, bəli, var. Buyurdu ki, fəəkrimuhə fə innəl cənnətə əndə ricleyhə, onda ona yaxşılıq elə. Bil ki, cənnət onun ayaqlarının altındadır. Yəni ona xidmət eləməklə cənnəti qazanarsan. Ona xidmət eləməsək biz cənnəti, Allah Taala'nın bizə vəd elədiyi yaxşılıqları əldə edə bilmərik. İmam Zeynalabidin əleyhissalam ona görə buyurur ki, deyir ki, cənnəti və cəhənnəmi kənarda, başqa yerdə axtarmayın. Sizin cənnətiniz də öz evinizdədir, cəhənnəm də öz evinizdədir. Yəni yanınızda olan valideyninizdir. Əgər o yaşlı ata-anaya xidmət edib ona yaxşılıq eləməyi bacarsanız, cənnəti əldə edərsiniz. Yox, yanınızdakı ata-ananıza xidmət edə bilməsəz, onun haqqını ödəyə bilməsəz, onda Allah göstərməsin, buyurur ki, cəhənnəm də sizin yanınızdadır. İsra surəsində 3 ayət-i kərimə valideynlər barəsindədir. Davamında buyurur ki, İmmə yəbluğənnə indəkəl kibar əhaduhuma əv kilahuma fələ təqulləhuma uffin və lə tənhərhuma və qulləhuma qavlən kərimə. Buyurur ki, əgər onlardan biri, yəni valideynlərdən biri və ya hər ikisi də sənin yanındadırsa, yəni qocaldığı vaxt, ən düşkün yaşına çatdığı vaxt yanındadırsa, onlara uf belə demə, üstlərinə qışqırıb acı söz söyləmə, onlarla xoş davran, yəni onların ehtiramını saxla, onlar artıq yaşlandıqca, əldən düşdükcə, qocaldıqca sanki uşaqlıq dövrünə qayıtmış olur, uşaqlığın yaşayır və necə uşağa, övladına necə şəfqət göstərərsən, mərhəmət göstərərsən, Allah-u Teala bizdən valideynlərimizə də o cür mərhəmət tələb edir. Allah bizi, heç birimizi valideyn xidmətində əskiklik göstərməyi bizlərə nəsib eləməsin. Allah Teala valideynlərimizin haqqını əda eləməyi hər birimizə müvəffəq eləsin. Kim o haqqı əda eləyə bilsə, Allah Teala'ya da ubudiyyətdə, ibadətdə, Peyğəmbər və əhl-i beytinə itaətdə haqlarını əda eləməyə müvəffəq olar. Kim onu eləyə bilməsə, o haqlarda da o təbii ki, naqis olacaq. Allah Teala bizləri inşallah onlardan eləməsin. Bundan başqa, övladların valideynlər üzərində haqları var. İndiyə qədər danışdığımız valideynlərin övladları üzərində olan haqqı, bir də övladların valideynləri üzərində haqları var. Bu barədə əimmə əthar, pak imamlarımız bizə bir çox hüquqlar öyrədiblər ki, öz övladlarımızı necə yetişdirək, onları necə tərbiyə edək ki, Allah Teala da bizdən razı qalsın və sabahları qiyamət günündə də övladlarımız başqa haqq sahibləri kimi bizdən öz haqlarını istəməsin ki, mənə dünyada ikən ey atam, ey anam, dünyada ikən mənə haqlarımı, hüquqlarımı əda eləməmisən,
Allahı tanıtdırmamısan, peyğəmbəri tanıtdırmamısan, Qur'anı öyrətməmisən, Allah Taala'nın hədlərini, hökmlərini öyrətməmisən, halalı, haramı mənə başa salmamısan, ilahi sərhədləri mənə öyrətməmisən, namazı öyrətməmisən və s. deyə bizdən digər haqq sahibləri kimi bizim öz evladımız da öz haqqını qiyamət günündə bu cür tələb eləməsin. Ona görə o haqları da əda etməmiz lazımdır. İmam Zeynalabdin əleyhissalamla övladların valideyn üzərində olan haqqı barəsində bir neçə hüquqlar zikr edir. Birincisi budur ki, övladın ailəyə aid olmasını təsdiq eləmək. Yəni bir valideyn dünyaya gətirdikləri övladı onun özünə məxsus olduğunu, onun övladı olduğunu təsdiq eləsin. Bildirsin ki, bəli, bu övlad mənim övladımdır, atası filan kəs, anası filan kəsdir. Necə ki buyurur: "Və amma haqqu valadika fata'lam ennehu minka." Sənin övladının haqqı, birinci haqqı odur ki, bilinsin ki, bəyan olunsun ki, o övlad sənindir, səndəndir. Və mudafun ileykə fi acilid dunya bi xeyrihi və şərrihi. Və bilinsin ki, o övlad öz xeyri ilə, öz şərri ilə, yəni elədiyi davranışlarla, xeyirli davranışlarıyla, şər davranışlarıyla o filan valideynin övladlarıdır. Bu cür bilinsin. İkinci, həm də məsələn elə övladlar var ki, bəzən fərqi yoxdur, kimin övladı olur olsun, bəzən peyğəmbər övladı olur olsun, amma görürsən ki, hətta tərbiyəsindən belə asılı olmadan övladın öz fitrətində bəzi əyrilik olanda neyinir? Doğru tərbiyə üzərində olmur. Quran-ı Kərimdə buna misal var. Həzrəti Nuh əleyhissalamın oğlu barəsində. Allah-u Teala Nuh əleyhissalam ki, gəmiyə mindirir, Allah Teala'nın əmr etdiyi ona iman gətirənləri və digər məxluqatdan, onda övladını çağırmaq istəyəndə Allah Teala Nuh əleyhissalamı belə buyurur. Buyurur ki, "Qale ya Nuh." Dedi Allah Teala: "Ey Nuh, innehu leyse min ehlik, innehu amelun gayru salih." Dedi ki, ey Nuh, o artıq səndən deyil, baxmayaraq ki, Nuhun sülbündən dünyaya gəlib oğlu. Amma deyir ki, səndən deyil. Niyə? Çünki o əməli salih deyil. Salih əməl sahibi deyil. Yəni o sənə iman gətirənlərdən olmadı, əksinə müşriklərdən oldu. Və ona görə hətta bax, tərbiyədə ona görə iman, inanc o qədər mühümdür ki, bir övladın atasına və anasına nisbət verilməsi onun imanı ilə də ölçülür. Əgər sənin valideynin tərbiyəsi ilə iman gətirən övladdırsa, təbii ki, onu o valideyn neynəyəcək? Özünü fəxrlə deyəcək ki, bu övlad mənimdir. Ona görə Allah-u Teala belə Həzrəti Nuh əleyhissalama kafir olmuş övladının ondan olmadığını bəyan eləyir. İkinci haqq, övladlarımızın valideynlər üzərində olan ikinci haqqı şəxsi və ictimai təhlükəsizliyini qorumaqdır. Yəni bir övladını qoruması lazımdır. Dünyaya gətiribsə onun mütləq fitri olaraq Allah Taala'nın bəxş elədiyi bütün şəfqəti, bütün ehtiyaclarını övladının üzərinə çəkməlidir. Necə ki, Quran-ı Kərimdə İsra surəsində Allah Taala buyurur: "Və la taqtulu auladakum xəşyətə imlaqin." Öz övladlarınızı hətta ana bətnində olsa belə aclıq qorxusundan, yəni ruzi çatışmamazlıq qorxusundan öldürməyin. Yəni birdən dünyaya övlad gətirərəm, onu saxlaya bilmərəm. Necə ki, indiki zamanda bu qədər ruzinin, bu qədər nemətlərin geniş olduğu bir dövrdə insanlarımız neynir? Bəzən dünyaya gəlməmiş ana bətnində belə övladları tələf edir. Allah Teala bu barədə ciddi bizə xəbərdarlıq edir. Öldürməyin övladlarınızı, onları dolandırmaqdan, onları yəni ruziləndirməkdə çətinlik çəkmək qorxusundan öldürməyin. Nəhnu nərzuquhum və iyyakum. Buyurur Allah Teala davamında ki, bizik, həm onları, həm sizi ruziləndirən bizik. Siz narahat olmayın, siz onu ruziləndirmək cəhətindən niyə narahatsınız? Sizin özünüzün belə
ruzinizi biz əta edirik, biz veririk, nəinki övladlarınızı. Sonra İmam Kazım əleyhissalamdan nəql olunan hədis-i şərifdə övladlarımızın haqqı üzərimizdə olan məsələlərdən biri onlara layiqli ad verməkdir. Onlara layiqli şəkildə ad seçməkdir. Buyurur ki, imam atanın övladına qarşı ilk yaxşılığı və ilk ehsanı onun üçün gözəl ad seçməkdir. Yəni yaxşı ad seçməkdir. Çünki adın insanın üzərində, əgər o adın məntiqi ilə o insan tanış olsa, bəzən görürsən ki, bir kişinin, bir adamın 40 yaşı var, 50 yaşı var, öz adının mənasından hələ xəbəri yoxdur. O adının mənasından xəbəri olmayan insan o adla, o ləyaqətli adın yükünü necə daşıyır? Ona görə uşaqlarımıza, övladlarımıza qoyulan adın mənasını və kimin adı olmasını, nə üçün o adla adlandırılmasını övladımız bilməlidir ki, daşıdığı adın məsuliyyətini daşısın. Bir peyğəmbərin adını daşıyırsa, bir məsumun adını daşıyırsa, bir məsumə xanımın adını daşıyırsa, onun məsuliyyət yükünü daşımalıdır və onun həyatı ilə istər-istəməz tanış olacaq və öz həyatını onun həyatına bənzətmək istəyəcək. Ona görə adlar mühümdür, övladın tərbiyəsində və xasiyyətində təsir qoyan məsələdir, amma adının mənasını bilsə, yəni adının mənası ilə tanış ola bilsə. Ondan sonra valideynin övlad üzərində haqlarından digər biri, körpə ikən övlada ana 2 il süd verməsi, ana südü ilə qidalandırması lazımdır. Allah-u Teala bu barədə Bəqərə surəsində buyurur. وَالْوَالِدَاتُ يُرْضِعُنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ Buyurur ki, validələrin, yəni anaların üzərində haqdır ki, öz övladlarını tam 2 il ana südü ilə qidalandırsınlar. Bu Allah Taala'nın dünyaya övlad gətirən anaların üzərində qoyduğu bir məsuliyyətdir ki, ana südü ilə övladlarını qidalandırsınlar. Necə də ki, məlumdur ki, ana südü bütün südlər içərisində ən sağlamdır, ən yaxşıdır, yəni ekoloji, tibbi olaraq da məsləhət bilinən ən yaxşı süddür ki, övlad onunla əmələ gəlsin, böyüsün. 5-ci, tərbiyə və təhsil verməkdir valideynin haqqı. Həzrəti Əmir Əl-Mömin əleyhissalam buyurur ki, övladın atası üzərindəki haqqı odur ki, övladına yaxşı ad qoysun, onu yaxşı tərbiyə eləsin və ona Qur'anı öyrətsin. Bir müsəlman kimi, bizim bir müsəlman kimi, valideyn müsəlman kimi övladımızın bizim üzərimizdə haqqı odur ki, ona Qur'anı öyrədək. Qiyamət günündə hesabı soruşulacaq bizdən. Biz Qur'anı öyrətdikmi övladlarımıza, oxumağı öyrətdikmi, mənasını ən azı gücümüz çatdığı qədər mənalarını öyrətə bildikmi? Yəni bir valideyn olaraq üzərimizdə haqdır ki, övladlarımıza Qur'anı öyrədək. Övlada sevgi göstərmək valideynin haqqıdır. Həzrət Peyğəmbərimiz buyurur ki, uşaqlarınızı sevin və onlara qarşı lütf və rəhmət nəzərləri ilə baxın. Yəni uşaqlara qəzəblə, nifrətlə, elə necədirlər, üzərlərinə qışqırmaqla tərbiyə eləmək olmaz. Uşaq yaşından uşağa verilən sevgi mütləq onun həyatının bütün mərhələlərində o öz təsirini qoyacaq. Övlad, uşaq yaşında atasından və ya anasından aldığı şiddətin travmasını ömür boyu yaşayır. Yəni baş verən bir çox hadisələrin əslində sən deməm psixoloji olaraq araşdırıldıqda görülür ki, uşaq yaşında aldığı travmalar səbəbindən o necədirlər, davranışları dəyişmiş olur. Ona görə Həzrət Peyğəmbərimiz, dinimiz bizə əmr edir ki, öz övladlarımızı uşaq ikən onları nəvazişlə, ilahi rəhmətlə, necə deyərlər, sevgi ilə böyüdək ki, onlar böyüyəndə başqalarına da qarşı mərhəmətli olsunlar. O mərhəmət uşaq yaşında övladlara sirayət olunmalıdır. Sonra övladlarımızın bizim üzerimizdə, valideynlər üzərində haqlarından biri, onlar böyüyüb boya başa çatandan sonra onları evləndirməkdir. Allah-u Teala buyurur və əmr edir, buyurur ki, وَاَنْكِحُ الْاَيَّامَ مِنْكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَاِيمَائِكُمْ Siz öz subay övladlarınızı, oğlanlarınızı və qadınları, qız övladlarını
evləndirin deyə Allah Taala əmr edir. Yəni onları subay saxlamayın. Sonra övladları əxlaqi təhlükələrdən qoruyun ki, müxtəlif əxlaqi sapıntılar ola bilir cəmiyyət və yaxud ətraf. Çünki insan övladı fərqli təsirlərlə böyüyür. Bəli, bir təsiri budur ki, gendən gələn, yəni nəsildən gələn dəyərlər keçər övlada. Bir hissə budur, ancaq tam deyil. Bir hissə övlad ailədən aldığı tərbiyə ilə tərbiyələnər. Digər bir hissə isə oxuduğu və yaxud yaşadığı cəmiyyətdə, mühitdə hansı uşaqlarla, hansı insanlarla oynayır, böyüyür, onlarla vaxt keçirdir, onların təsiri olar. Digər dördüncü bir hissə isə tədris aldığı, dərs aldığı müəllimindən, ustadlarından təsirlənər. Yəni bu 4 ünsür insan övladının tərbiyəsində mühüm rol oynayır. Onlardan hər hansı biri ola bilər daha çox dominantlıq təşkil etsin, daha güclü olsun, hər hansı və yaxud bərabər şəkildə olsun. Ona görə övladlarımızın əxlaqi təhlükəsi belə bizə tapşırılır. Necə ki Allah-u Teala Quran-ı Kerimdə ilə Nuh əleyhissalamın övladına buyurduğu ki, ya buneyyə irkəb ma'ana və la tekun ma'al kafirin. Ey övladım, mənimlə birlikdə gəl min cəmiyə, yəni bu salihlərdən ol deyə dəvət elədi. Amma neynədi? O necə də imtina elədi. Və digər haqqı övladlarımıza namazı əmr eləməkdir. Namaza əmr edib namaza nəzarət eləməkdir. Necə ki Allah-u Teala Taha surəsində buyurur ki, وَأَمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا. Öz əhli əyalına, öz ailənə və övladlarına namazı əmr elə və bu məsələdə, bu tövsiyədə səbirli ol. Yəni elə bilmə ki, elə bir dəfə dedin namaz qıl, durub övladın qılacaq, bəzən görərsən qılmayacaq, cavandır, gəncdir, müxtəlif hələ yetişməyib, necədirlər, müxtəlif fikirlər var zehnində. Onun üzərində namaz qılmaq üçün neynə? Nəzarət elə və səbirlə onu namaza dəvət elə. Allah Teala bizi, övladlarımızı inşallah salih, sağlam övladlardan eləsin. Cəmiyyətimizə, xalqımıza, ölkəmizə, dövlətimizə, millətimizə sağlam, salih övladlar nəsib eləsin, təhvil verək ki, onlar da bu cəmiyyətdə xeyir versinlər və öz ailələrinin, ata-analarının da başını uca eləsinlər, nəslin də başını uca eləsinlər və özlərinin də başı uca olsun. Allah Teala bütün övladları salamat eləsin, bütün valideynləri hifz eləsin, bizləri də valideyn haqqı ilə bu dünyadan aparmasın, hər birimizin valideynlərimizin haqqını əda eləməyi bizləri müvəffəq eləsin. O niyyətə Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr edək. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus saməd, ləm yəlid və ləm yulad və ləm yəkul ləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim. Allahümmə salli ala Muhammed. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد وعلى وصيه وخليفته يعصوب الدين أمير المؤمنين علي بن أبي طالب وعلى قرة العين الرسول الزهراء البتول وعلى الحسن والحسين وعلى علي بن الحسين وعلى محمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المهدي العسكري عجل الله تعالى فرجه الشريف أرواح العالمين لتراب مقدمه الفداء. اللهم افتح علينا أبواب رحمتك ويسر علينا خزائن فضلك وكرمك يا أكرم الأكرمين يا أرحم الراحمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. Eyyuhel mu'minun usikum ve nefsi bi tekvallah. Aziz müminler, sizleri ve özümü ilahi tekvaya davet edirəm. Allah Teala bizleri tekva ehlinden karar versin inşallah. Bu hafta bilirsiniz ki Hz. Peygamberimizin pak, mübarek övladı
zamanımızın imamı, inşallah intizarı çəkilən, qurtuluş intizarı çəkilən Hz. İmam Zaman Ağanın mübarək Mövlud günləri oldu. Günləri deyil, o günlərin içərisindəyik. Şaban ayının 15-ci günü Allah'ın verdik izzətinə, cəlalına bizi Peyğəmbər və onun pak əhli beytindən dünya və axirət ayrı salmasın. Və o mübarək imamın, o məsum imamın və bütün aləmləri, bütün bəşəriyyəti zülm və cəvr hər tərəfi əhatə eləyəndən sonra o bəşəriyyəti xilas eləyəcək, dünyanı ədalətlə dolduracaq bir imamın mübarək mövludunu hər birimizə mübarək qərar versin. Hər birimizi onun layiqli tərəfdarlarından, ardıcıllarından qərar versin inşallah. Əziz möminlər, ümumiyyətlə zamanə imamımız ki qurtuluş nümunəsidir. Bütün inanç sistemlərində bir nəfərin gəlib sonda qiyamətə yaxın insanlığı, bəşəriyyəti bütün çətinliklərdən, sıxıntılardan, haqsızlıqlardan, müharibələrdən, zülmlərdən və batil inanclardan xilas eləyəcək birinin gələcəyi haqqında məlumat var. Yəni mənbələr, bütün inanc sistemləri bunu buyururlar. Fərqli dinlərdə, bizim İslam dinində də bütün müsəlmanlar fərqi yoxdur, məzhəbindən asılı olmayaraq çox az fərqlə bu məsələdə vəhdətdir, vəhdət inancdadır. Yəni, çünki bu inanc qiyamət günündən öncə insanlığın, bəşəriyyətin, Allah Taala'nın haqqı üzərində, ədalət üzərində qurulması, cəmiyyətin, insanlığın idarə olunması barəsində Qur'an-ı Kərimdə bu barədə məlumat var. Yəni bu inanc Qur'an-ı Kərim inancı ilə, Qur'an-ı Kərim qaynaqları ilə üst-üstə düşən inancdır. Qur'an tam qətiyyətlə İslam inancının son qələbəsindən, əməli salih insanların yer üzərində varis olacağından, yəni bütün yer üzərini onların hakim olacağı barəsində bizlərə bəyan eləyir ayət-i kərimələr vasitəsilə və bəşəriyyətin işıqlı və xoşbəxt gələcəyi barəsində bizlərə xəbər verir. Buna intizarul fərəc deyilir, yəni fərəcin intizarı və yaxud qurtuluş intizarı deyilir. Bu prinsipin adı. Bu da Qur'an-ı Kərimdə hansı prinsiplə uyğundur? Allah Taala'nın mərhəmətindən ümid üzmək insan övladı üçün haram sayılmışdır. Yəni bir insan övladı hansısa bir sıxıntı, çətinlik səbəbindən sonda özünü ilahi mərhəmətdən məhrum bilib özünə qəsd eləmək və yaxud necə deyərlər, məyus olmağı Allah Taala biz insanlığa, biz bəşəriyyətə bunu haram eləmişdir. Ona görə gələcəyə inamla baxmaq, gələcəyin yaxşı olacağını, Allah Taala'nın insanlığı xoşbəxt sonluqla yaşadacağı barəsində olan Qur'an-ı Kəriminin bu prinsipi elə qurtuluşun intizarı, yəni fərəcin yaxın olması barəsində olan bu prinsiplə tamamilə üst-üstə düşür. Qur'an-ı Kərimdə buna aid deyildiyi kimi bir çox ayət-i kərimə var. Biri elə Ənbiya surəsinin 105-ci ayəsində Allah-u Teala buyurur ki: "Və-ləqad kətəbnə fiz-zabur min ba'diz-zikri ennel arda yarisuha ibadiyyəs salihun." Allah-u Teala buyurur ki, həqiqətən biz zikirdən sonra, yəni Tövratdan sonra Zəburda yazdıq ki, şübhəsiz mənim əməli salih bəndələrim yeryüzünün varisi olacaqlar. Yer üzərinin varisi olacaqlar. Allah Teala'nın bəndələri, əməli salih bəndələri. Bu görəsən hansısa bir tayfaya mı aiddir? Hansısa bir coğrafi əraziyə mi aiddir? Xeyr. Yəni bu dünyanın hər hansı bir bölgəsinə, coğrafi ərazisinə və yaxud hər hansı bir millətinə və yaxud hissəsinə, xalqlarına aid deyil. Bu bütövlükdə bütün bəşəriyyətə aid olan məsələdir. Ona görə gələcəyə ümidvar olmaq və dünyanın gələcəyinin məhv olmamasına
haqqında Allah-u Teala danışır, bəyan edir ki, heç də elə hesab eləməsinlər ki, bu gedişlə bütün yaradılmışın sonu məhvdir, bütün necə deyirlər, dəyərlərin sonu məhvə gedib çıxacaq. Heç də belə deyir. Allah Teala sonda bir qurtarıcının gəlib və Allahın haqqını batıl üzərində qalib eləyəcək. Allah Teala'nın həqiqətlərini, gözəlliklərini, salih əməl sahibi olan qullarını, zülm eləyən insanlığa, bəşəriyyətə zülm eləyənlərin hökmranlığına son verərək dünyaya hakim edəcəyi barəsində də buyurur. Bəşəriyyətin xoşbəxt həyatı deməli qarşıdadır, heç də uzaqda deyil. Bildiyimiz kimi insan övladı böyüyəndə, yəni insan övladı həyatı boyu 3 mərhələ keçmiş olur. Biri, bayaq qeyd olunduğu kimi insanın uşaqlıq dövrüdür. Uşaqlıq dövründə insan necə olar? Uşaq düşüncəsi ilə yaşayar, oynamaq istəyər, öz vaxtını əyləncəli keçirmək istəyər və ətrafında baş verən hadisələri dərk eləməz. Bir növ nadancasına yaşayar uşaqcan. Elə ki, böyüyər, yeniyetmə yaşına çatar, insan övladı, bütün insanlar belədir. Yeniyetmə yaşına çatanda insan, yəni cavan vaxtı yeniyetmə yaşında daha qəzəbli olar, daha necə deyirlər, hər bir hadisəyə kükrəyişli halda tez şəkildə reaksiya verən olar, qəzəbli bir dövrü yaşayar və şəhvani hissləri ona hakim olar. Üçüncü, insan ömrünün üçüncü hissəsi nədir? Artıq onun yaşlanıb həyatdan aldığı təcrübələr və öyrəndiyi şeylərdən artıq o aqilanə bir həyat yaşamağa başlayar. Yəni insan övladının ən aqilanə yaşı 40 yaşından sonra, 40 yaşa qədər öyrəndiklərindən dərs çıxardıb, ibrət çıxardıb, daha az səhv edərək yaşamağa başlayar. Hətta Həzrət Peyğəmbərimizin belə bir mənada bir hədis şərifi var. Buyurur ki, 40 yaşa qədər insanın elədiyi səhvləri Allah Teala bəzən bağışlayar. Onun uşaqlığı, nadanlıq dövrü və yaxud cavanlığı biraz da qəzəbli və şəhvani hisslərinin çox olduğu bir dövrə. Amma 40 yaşından sonra artıq təcrübəsi olan bir insanın səhv eləməsi, böyük günah eləməsini Allah Teala bəzən bağışlamaz. Çünki o artıq dərs çıxartmalıdır. 40 yaşa qədər öyrəndiklərini artıq yuxarı yaşda, ağsaqqal dövründə, o yaşlarda insan nə etməlidir? Böyük səhvlər eləməməlidir. Bax, buyururlar ki, cəmiyyətlər də belədir. İnsan toplumu da belədir. İnsan kimidir. İnsan ömrü necə 3 hissəyə bölünər? İnsan toplumunun da bir uşaqlıq dövrü olan kimi Qur'an-ı Kərimin bəyan elədiyi sanki cahiliyyə dövrünü yaşayıb keçib. Cahiliyyə dövrün, nadanlıq dövrün yaşayıb keçib. Sonra onun yeniyetmə, cavan vaxtı, qəzəbinin və şəhvətinin kükrəyən bir vaxtı olur cəmiyyətin. Demək olar ki, indi yaşadığımız dövrü belə vəsf eləmək olar. Çünki insan cəmiyyətləri bir cavanın elədiyi, malik olduğu qəzəbə sahibdir. Hər kəslə müharibə içərisindədir. Silahlar ancaq danışır. İndiki dövrdə gördüyümüz kimi. İndiki cahiliyyə dövrüdür. Yəni inkişaf eləmiş cəmiyyətlərin texnoloji inkişaf elədiyi bir dövrdə insan övladları biri-birinə qarşı cəmiyyətlər, toplumlar necə qəzəb içərisindədir. Necə şəhvani hisslər ən kükrəyiş etdiyi bir vaxtdadır. Bütün necə deyirlər, məhrəm olan, insana məhrəm olan şeylərin aşkarda olduğu bir dövr yaşayır cəmiyyət. Və bir də bu cəmiyyətin aqilanə bütün təcrübələri etdiyi səhvlərdən dərs çıxardıb yaşayacağı bir dövr olmalıdır. Və o dövrdə də, onda da bu zamanın, bu dövrün, insanlığın, bəşəriyyəti xilas edəcək zəmanənin imamının gələcəyi bir dövr olacaq. Yəni həmin dövr artıq insan övladının, necə deyərlər, artıq bütün səhvlərindən dərs çıxartıb, etdiyi xətalardan dərs çıxardıb, öz idraki ilə, ağlı ilə salih bir bəndəyə çevriləcəyi bir dövr olacaq ki, onda da inşallah zəmanəmizin imamını o haqqı, ədaləti, ağlı, elmi bütün aləmə yaydığı bir dövr olacaq. Qur'an-ı Kərimdə
Tövbə surəsinin 33-cü ayəsində Allah Teala buyurur ki: Bismillahirrahmanirrahim. Huvellezî ersele rasûlehu bil huda ve dinil hak liyuzhirahu ala'd-din kullih velau kerihel müşrikûn. Odur o Allah ki, o öz Resulunu hak, hidayet ve hak üzere göndermiştir. Yani insanları hidayet eləmək üçün ve hak olarak göndermiştir. Ne için? Nəticəsi nədir? Liyuzhirahu ala'd-din kullih. Həmin bu dini o hak olarak hidayet için gönderildiği o peygamberin dini sonda bütün dinlerin üzerinde galip olacak. Bütün dinlerin üzerinde Allah-u Teala bunu vədə verir bize. Ki Allah Teala'nın son gönderdiği peygamberin dini bütün dinlere galip olar. Velav kerihel müşrikun. Hatta müşrikler onu istemeseler bile, sevmeseler bile. Bu ayet-i kerimenin tefsirinde Hz. İmam Bakir aleyhisselamın ve oğlu İmam Cafer Sadık aleyhisselamın güzel tefsirleri, izahları var. Buyurur ki: İnne zâlike yekûnu inde hurucil mehdi. Həmin bu ayənin həyata keçməsi Mehdi aleyhisselamın gəlişi dövrünə təsadüf edəcək. İmam buyurur: Min əli Muhammed fələ yəbqa əhadun illə əqarrə bi Muhammedin haqqan. Buyurur ki, bu ayədə olan vəd, yəni ilahi vəd, Ali Muhammedin Mehdisinin zuhurundan sonra gerçekleşecektir. Həmin gün yer üzerinde Hz. Peygamberimizin hak olduğunu itiraf etmeyen adam kalmayacak. Yani Allah Teala'nın vədə verdiği ayet-i kerime hələ buyurur ki, öz həqiqətini, yəni öz həyatda yerini tapmayıb, ta ki imamın zuhuru ilə baş verəcək. Və yaxud Hz. Peygamberimiz özü buyurur bu barədə: La yebqa ala zahril arz beytun mederin və la veberin İlla edhalahullahu kelimetul İslam. Yer üzerinde elə bir ev kalmayacak. Daşdan, palçıqdan, parçadan, ne bileyim, her hansı bir şeyden. Elə bir ev kalmayacak ki Allah Teala İslam adını oraya dahil eləməsin. Yani nihayette bir dövr gelecek ki Allah Teala öz dinini, öz İslam dinini ve peygamberi ve onun paç evladlarıyla bütün evlere sirayet edecek. Bütün evlerde La ilahe illallah ve Muhammedur Resulullah seslenecek. Allahümme salli ala Muhammed ve ali Muhammed. Vallahi İmam Cafer Sadık aleyhisselam buyurur: Vallahi ma enzele te'vilehe ba'd ve la yenzilu te'viluha hatta yahrucel qaim fe iza haracel qaim lem yebqa kafirun billahil azim. İmam Sadık aleyhisselam buyurur ki, andolsun Allah'a, hele bu ayenin məzmunu reallaşmamıştır. Həqiqəti reallaşmamıştır. Yani hayata geçmemiştir. O yalnız İmam Mehdi Accelallahu Fərəcəhü Şərifin zuhur ettikten sonra hayata keçəcəkdir. O Hazret gelen zaman yer üzerinde Allah'ı inkar eden kalmayacak. Yani əslində Allah-u Teala'nın dini, hak dini, tövhid dini, bizim yani anladığımız, bildiğimiz, bize Allah Teala'nın vədə verdiği tövhid dini Hz. İmam Zaman Ağa'nın gəlişiyle tamamıyla o din öz həqiqətini onda yaşayacaq. Bütün beşeriyet, bütün insanlık. Belki bizim cəmiyyətlər o dini tam olarak yaşayabilmirik. Ama İmam Zaman Ağa gələndə Allah'ın hak dini tamamıyla hakkıyla insanlar tarafından yaşanacak. Necə ki Nur suresinin 55. ayesinde Allah-u Teala bu barədə öz vədi barəsində danışır. Sonda buyurur ki: Ya'budunani la yüşrikune bi şey'en. O dövrdə yaşayan insanlar ancaq mənə ibadət eləyəcəklər və mənə heç bir şeyi şərik qoşmayacaqlar. O dövr Allah'a şəriksiz yaşanan dövr İmam Zaman Ağa'nın dövrü olacak. Kamil din, Allah Teala'nın razı kaldığı İslam dini tam şekilde Hazreti İmam Zaman Ağa'nın dövründe yaşanacak. Ona göre hatta bizim büyük imamlarımız o dövrə təşnə olublar. O dövrü yaşamak için Allah Teala'dan
necə deyirlər, təmənna eləyiblər. Necə ki, bizlər də o təmənna içərisində olmalıyıq. Ona görə buyurulur ki, Hz. Peyğəmbərimiz tərəfindən ki, imamın intizarını, imamı gözləmək ən əfzəl ibadətdir. Bu ibadəti bütün əimmə əthar yerinə yetirib. İmam Hüseyn əleyhissalam belə buyurur öz intizarı haqqında. Lau ədraktuhu ləxədəmtuhu əyyəmi həyəti. Əgər mən onu idrak eləsəydim, mən 12-ci imamın dövründə yaşasaydım, bütün həyatımı ona xidmətdə keçirdərdim. Yəni ona xidmət eləmək üçün yaşayardım. Və yaxud Hz. Əmir Al-Mömin əleyhissalam buyurur ki, iki dəfə çəkir. Şəvqan ilə rü'yətuhum. Onun görmək nə gözəl şövq olardı. Yəni onu görmək üçün gözləri burnun ucun göynəməsi kimi, bizim necə deyirlər, atalar misalı kimi deyirlər. İmam Əmir Al-Mömin əleyhissalam və yaxud digər İmam Sadiq əleyhissalam, İmam Zeynalabdin əleyhissalam, bütün imamlarımız 12-ci imamın gəlişinin müştaqı olublar. Gözləyiblər, şiddətlə intizarını çəkiblər. Allah-u Teala bizə də o intizarı çəkməyi nəsib eləsin. Bizə də günahlardan paç arınıb, günah etmədən zəmanəmizin imamını dərk eləyib, onu inşallah idrak eləməyi, gözləməyi nəsib eləsin. Hətta duaların birində var ki, deyir imamı, əgər görmək ilahi ya Rabbi, dünya gözü ilə görmək bizə nəsib olmasa da, dünyamızı dəyişsək belə, ruhumuzu onun gəldiyi gün bizə xəbərdar elə, ruhumuzu sevindir. Qəbr evində, özümüz, bədənlərimiz qəbr evində olanda, ruhlarımız bərzəxdə olanda, ruhumuzu xəbərdar elə ya Rabbi. Allah Teala bizə inşallah onun gəlişi ilə qəlblərimizi, ruhlarımızı sevindirsin, onun gəlişin təcil eləsin, tezləşdirsin və bütün dünyaya, bütün bəşəriyyətə Allah Teala'nın vəd etdiyi o məxrəci, yəni o gözəl günləri nəsib eləsin, tezləşdirsin. Bizi də görməyi onu nəsib eləsin inşallah. Bayramınızı bir daha təbrik edirik. Allah qəbul eləsin. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. İnnə a'taynəkəl kəvsər. Fəsalli li rabbikə vənhər. İnnə şəniəkə huvəl əbtər. Sadaqallahul aliyyul azim.